Deməli, Cabir İmanovun, Tahir İmanovun gəlin bir videosunu qoyun bura. Baxaq bir videoya, görək nədir, nə deyil. Baxaq. Dəyərli həmvətənlərim, gəlin bir buna baxaq. Gəlin buna baxaq dostlar, elə Facebookumdan göstərəcəm sizə. Mərkəzdə ölmək olmaz. Kim ölmək istəyirsə, geçsin Yasamalda, geçsin Əhmədidə, ürəyin nə qədər istəyir ölsün də abi. Mənim ləhcəmi niyə açdırırsınız? Gücünə bağlamışdım. İmamovlar, Ələsərovlar ailəsindən sizə təşəkkür edirəm. Dövlətinizə, Cənab Prezidentinizə, Respublika İşğalı, Beyrəxanlıya, Əliyevə, dövlət təhlükəsizlik xidmətinin rəhbərliyinə təşəkkür edirəm. Haqqınıza olacaq. Əgər kiməsə borcu qalırsa, xahiş edirəm, mənə yaxınlaşın, olacaq. Bunlara necə borcunu qaytaracaq? Tahir İmanov. Gəlin indi, mən də bir Cabir İmanov. Yox, Tahir İmanov deyir, yaxınlaşın mənə, borcunu qaytarın, kimisə borcu varsa. Bəs sual ortaya çıxır, necə qaytaracaq Tahir İmanov bunların borcunu? Azərbaycanın ən şöhrətli, ən tanınmış blogeri Qabil Türkoğlu və Qabilin canavar kimi qardaşları bugün yayımdadır və görün burada nə deyəcəyəm. Ən çox sosial şəbəkələrdə iqtidar müxalifət savaşı kimi göstərilir bu və elə açıq da deyilir. İqbal Ağazadəni də bugün çıxartdılar efirə ki, üzr istəsin, o da üzr istəmədi. Mən dedi sözümü zamanında demişəm, ona görə də İqbal Ağazadəyə təşəkkür edirəm. Bundan başqa, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, çox adam yazır ki, dalınca danışmaq olmaz. Ona bir aydınlıq verim, sonra Tahir İmanov o biri barədə, Cabir İmanov barədə, Cabir İmanov sözümü deyərəm. Bir, dalınca danışmaq olmaz. Belə deyən cındır oğlu, ölənin dalınca danışmaq olmaz. Polis niyə dalından danışırsınız? Deputat niyə hamınız iqtidarla müxalifəti söyürsünüz? Ha, niyə? Niyə? İmam Hüseyin, məsələn, böyük bir ocaqdır, böyük bir tarix qoyub gedir. Niyə İmam Hüseynin dalınca xeyrə və şərə danışırsınız? Nəyə görə Heydər Əliyevin dalınca xeyrə və şərə danışırsınız? Kim deyir ki, sonra dalınla danışmaq olmaz? Məyər sən qabaq Cabir İmanov və ya Tahir İmanov bilmirdi ki, xalq o təplədiyi insanlara görə, işgəncə verdiyi insanlara görə xalq bunların dirisini söyləyəcək? Bilmirdi. Bugün bəziləri rəhmət oxuyurlar. Yalandan obraza giriblər. Nə bilim, girlər. Elə bir Cabir İmanovun Qalinbagenin, nə bilim, o bağ evi zadı buna qalacaq. Mirası zadı buna qalacaq. Baxın, adam indi bəyək dindarlar paylaşıbdı, mən baxdım. Adam birbaşa edən adam olubdu. Adam birbaşa adam nə olub bilirsinizmi? Adam üzə duran adam olubdu. Üzə də durulmuş pulunla. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, siz Allah buna rəhmət düşürmü? Düşürlər ortaya. Yox, mən elə Zəki dayının Ağsaqqalın səsini verim, davam edək. Zəki dayı səsini verirəm efirə, sən elə denəm, buyur. Yəni ki, burada mən nəyi demək istərdim? Qabilə deyirlər ki, danışmaq olmaz. Yalan söhbətdir bu. Çünki şəriət qanununa görə əsas söhbət var. Nədir o söhbət? İnsan iki şey qoyur, bir şey aparır. Apardığı əməldir, qoyduğu rəhmətdir ya da yoxdur. Yəni söhüşdür onun üçün. Əgər bu pis insan olursa onu söyürlər, gedib tökürlər, nədirsə tökürlər. Çünki bu millətimizə qarşı
Azərbaycan xalqına qarşı Azərbaycanlı ola genosid eləyibdi, soyqırım eləyibdi. 2003-cü ildə şəxsən o İlqarın ayaqlarını sındırıb, Allah rəhmət eləsin, o dünyası dəyişib artıq, o biri dünyada da onun çıkısı yok idi. Biz onu demirdik bu vaxtda, biz çünkü istəyirdik ki Bozqurtlar Bakıya gələndə onun tutub ayaqlarını sındıra. İndi qardaşı ki deyir ki, borcu var, bəli, sən 2 ayağı sındırıb bizə verməlisən Bozqurtlara. Ona görə İlqar rəhmətliyin o diş həkimi idi. Onun ayaqlarını sındıran həmin idi. Yani biz onu demirdik Esma. Bu beləsinə. Ona göre de sizin içinizde de Allah razı olsun ki bu söhbəti oldukça həssas yerlere toxunursunuz. Davam eləyin, öpürəm sizi qəlbən. İnşallah çıxıb, yani bir yaxın baxılarda, çünkü bir həftə mən zalitəm. Bir həftədən sonra boş olacağım. Çıxıb söhbətlər eləyəcəyik. Var ol Zəki dayı. Var ol Zəki dayı, var ol. Ağsaqqalımız Zəki dayı. Deməli versin, o da aydınlıq gətirir. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, mən öz adıma danışıram. Elşad qardaşı öz adına, biz demokratik adamlarıyıq. Bəzi indi burada çox mövzulara toxunacağıq. Bəzi mövzularda Elşad bəy başqa fikir ola bilər, mənim başqa fikrim ola bilər. Və buradan deyirəm, qardaşlar, bacılar, canlarım, ciyərlərim, dalınla danışmaq da olar, ruhunu da, görünü da belə tutmaq da olar. Mən deyirəm bunu. Dəyərli həmvətənlərim, Tahir İmanov çıxıb ora, prezidentə təşəkkür edir, Mehribana təşəkkür edir, ona təşəkkür... Səni doğan ananı mən. Sənin anana başına soğum mən. Sənin arvadına, qardaşın Cavidin arvadına, qızına verim mən. Və balaları nə də özə bir dənə demir ki, videolar çıxıb ortaya, qardaşım gənc olub, nə baş leytenant olub, cəmaatı döyübdü, nə bilim, neyniyibdi. Bir dənə bu kəlməni demir, çıxıb Mehriban, hər Mehribanın da deyirdim. İlhamın da, sənin nəslinin, sənin var yoxunun toğlu, sən salam verən də var yox. Başa düşməyənlər demirəm, başa düşəndən sonra sənin qardaşın, yəni rəhmət oxuyanın da ölüsünün ruhum və salam. Onlar oğlu, bizdən məzələnirsən, mənim balası, deyirsən, mən yaxınlaşsın, körə borcunu qaytarıb, toğlu, 2 dənə qışlarını qaytar ona protez eləsin, Yaponiyada eləyirlər, Kitayda. Səni doğan ananın, səni doğan ananın, sənin anan adı, sənin anan 2 ekiz doğum evi, pırt sizə. Düşübsüz yerə, travmalısınız, ona görə xalqa qarşı çıxıbsınız. Sizin ana başınızı Kalyaskiyada yatandan tutmuş, Boeing'e minənə qədər uşağı, sizin ölümünüzü və yığın, yaxşı. Siz bu xalqdan məzələnirsiniz, siz bilmirsiniz bu xalqı əl qaldıranın qıyma-qıyma. Siz bilmirsiniz bu xalqı əl qaldıranın ana boyuşsun. Siz bilmirsiniz bunu. Yoxsa çıxıb öyle, nə deyəsən artıq eksik danışırlar, nə bilim neyin. Tahir İmanov, sənin arvadının ağzına, sənin o ölən qardaşının arvadının ağzına, sizin arvadlarınız, sizdən yatanda, sizdən nətərisi qucaqlayır da, kişini qucaqlayıram deyə. Pulunla siz adam döyürdünüz, rütbəyə, vəzifəyə görə adam döyürdünüz. Üzə duranlıq sizdə, adam döydürmək sizdə. Utanmadan da çıxıb prezident, demir bir dənə xalqıma, qazilərimə, nə bilim, nəsə bir dənə kəlmə şəhidlərə demir, prezidentə, Mehribana, sənin qeyrətinə. O Əlin Ağayev var, Əlin Ağayev, sənin arvadına, qızına, 2 dənə başına sən də ora gedibsən. Mədət Quliyev var ya, Mədət Quliyev, hamıcıq əmən Mədət Quliyev. Mədət Quliyev 28 yaşında döydü ərini, əlin qızı əlindən aldına. Mədət Quliyev, sən bundansan bax, oğuldan yaramadın da, sən oğlunun bütün bilməyən Azərbaycanda adam yoxdur. Mədət Quliyev, orada yasda olanlar, o yasa gedənlər,
o Əsgərovlar deyil, İmanovlar deyil, o ailəyə hörmət eləyənlər, o ailəyə rəhmət oxuyanlar, bilməyib, biləndən sonra problem yoxdur. Bilməyib ola bilər kimsə nəsə desin. Mən də ilk baxışda çox şey bilmirdim, amma indi çox şey bilirəm. İmanov, Tahir, İmanov, Cavid, sizin var yoxunuza, sizin nəslinizə erməni